И еще одно слово хочу предоставить я, очень почетное, тоже делегату из братского Азербайджана, известному поэту, заслуженному деятелю искусств Баба Визируглу Мисимову. Спасибо вам. Hanımlar ve cenablar, дорогие друзья. Yəqin ki, mənim sözlərimi dəyərli Anar müəllim, bizim Yazıçılar Birliyinin sədri hamısını söylədi. Və Olcaz Öməroğlu haqqında həm danışmaq çox çətindir, həm də asandır. Çətindir ona görə ki, bu qədər onun haqqında yazılanlar, çəkilənlər, filmlər, kitablar, dissertasiyalar var və bunlara nəsə əlavə eləmək çox müşkül bir məsələdir. Asandır ona görə ki, bizim böyük bir ömrümüzün bir hissəsi Anar Olcaz Öməroğlu ilə bir yerdə keçib. Ailəvi dostluq eləmişik. Moskvada, Bakıda, Türkiyədə görüşlərimiz olub, hissi görüşlərimiz olub. Və mən Qazaxıstan Yazıçılar Birliyinin, İttifaqının neçə qurultayında iştirak eləmişəm. Mən çox qısa danışacağım, vaxt itirmək, sizin vaxtınızı almaq istəmirəm. Onu demək istəyirəm ki, Olcaz Süleymanov Azərbaycanda yeganə xarici yazıcıdır ki, onu bizim məmləkətdə hamı tanıyır və hamı sevir, uşaqdan öyüyə qədər. Yaxşı gündə bir yerdə olmaq asandır. Amma çətin gündə dostun, qardaşın dadına yetişmək, harayına gəlmək, bu çox çətin bir işdir. Həmişə bu çətin işdə Olcaz Öməroğlu Azərbaycanın bizim yanımızda, bizim millətin, xalqın yanında olub. Və bugün ona görə Azərbaycan xalqının böyük məhəbbətini, sevgisini qazanıb. Mən əlbəttə ki, bütün bunları danışıram və deyirəm ki, o böyük şairdir, böyük patriotdur, böyük siyasi xadimdir, o həm də mənim şəxsi dostumdur və mən onun necə gözəl bir insan, necə səmimi bir insan olduğunu bəlkə də çoxunuzdan yaxşı bilirəm. Mən bugün qürurla deyirəm ki, nə yaxşı ki, mən Olcaz Süleymanovun 90 illik bu yubiley mərasimində iştirak edirəm və onu şükür Allaha ki, həyatda görürəm və Azərbaycan xalqının böyük salamını ona yetirmək mənə qismət olur. İlk dəfə məhz Azərbaycan xalqının sevgisi ondadır ki, ilk dəfə onun Aziya kitabı Azərbaycan dilində tərcümə olunub, çap olunmuşdur. İlk dəfə. Olcaz Süleymanov xalqın ən ağır günlərində, 20 yanvarda, Qarabağ münaqişəsi zamanı Azərbaycan torpaqları işğal olunanda həmişə haqq sözünü deyib və haqqı, ədaləti müdafiə edib. Ona görə mən bugünkü devizlə tam razılaşmıram ki, посол своей земли, он посол мира, он посол справедливости, он посол человечества. Millətindən, xalqından asılı olmayaraq həmişə Olcaz Süleymanov haqqın, ədalətin və Allahın yanında olub və həmişə belə də olaraq qalsın. Öpürəm səni, əziz dostum, böyük Olcaz Süleymanov. Ve zanaatımızdan Bağırlas Azerbaycan halkına selam.